Ağdaş, Ağcabədi və Beyləqan rayonlarında mövcud 27 şəhər məktəblərində şagirdlərin su, gigiyena və sanitariya ilə bağlı bilikləri artırılır. Bununla bağlı UNICEF, Asiya İnkişaf Bankının və Azərsu Açıq Səhmdar Cəmiyyətin maliyyə dəstəyi ilə su, sanitariya və gigiyenaya dair ictimai maarifləndirmə və təşviqat proqramı həyata keçirir. Layihə çərçivəsində müxtəlif sosial tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Həmin tədbirlərdən biri kimi hər məktəbdə forum teatrların keçirilməsinə başlanılıb. Forum teatrlar ilk olaraq Ağdaş və Beyləqan rayonlarından başlayıb. Daha sonra Ağcabədi rayonunda mövcud 11 şəhər məktəbində oxşar tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Ağdaş rayonunda fəaliyyət göstərən şəhər məktəblərində su, sanitariya və gigiyenaya dair ictimai maarifləndirmə və təşviqat proqramı çərçivəsində sosial tədbirlərə start verildi. Layihə Təhsil Nazirliyi və yerli hakimiyyət orqanları ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Rayonun 1 və 5 nömrəli tam orta məktəblərində reallaşan tədbirdə iştirakçılara layihə haqqında ətraflı məlumat verildi. Bildirildi ki, layihənin əsas məqsədi hədəf məktəblərdə uşaq və gənclərin sanitar gigiyenik təhsilinin və əllərin sabunla yuyulması sahəsində vərdişlərinin artırılmasına nail olmaq üçün məktəb icma əsaslı sosial və səfərbər edici tədbirlər təşkil etmək, aidiyyatı dövlət və bələdiyyə orqanlarını, o cümlədən vətəndaş cəmiyyəti institutlarını, valideynləri problemin aradan qaldırılmasında iştirakçılarını təşviq etməklə hədəf məktəblərdə sanitar gigiyenik şəraitinin yaxşılaşdırılmasına dəstək göstərməkdən ibarətdir. Layihə fəaliyyətlərinə bu ilin fevral ayından başlanılıb. Məqsəd ondan ibarətdir ki, məktəb şagirdlərinin gigiyena, sanitariya və su ilə bağlı biliklərini artırmaq, onların bu sahədə davranışlarını dəyişmək və bununla bağlı ictimai maarifləndirmə kampaniyaları təşkil etməkdir. Forum teatrda müxtəlif ssenarilər əsasında səhnəciklər göstərən, şeirlər söyləyən şagirdlər təhsil aldıqları məktəblərdə sanitar gigiyenik qaydalara əməl etmələri üçün normal şəraitin olmasının vacibliyini vurğuladılar və bu arzunun reallaşması üçün hamının səfərbər olunmasının vacibliyini qeyd etdilər. Uşaqlar, bu işarəni görürsünüz. Baxın, bu işarə tullantıların yenidən emal olunacağını göstərir. Hər hansı bir qablaşdırmanın üzərində belə işarə görsəniz, bilin ki, bu tullantı yenidən emal oluna bilər. İstəyirəm ki, bizim məktəbimizdə gigiyena, sanitariya qaydalarına riayət etmək üçün hər cür şərait olsun. Mən istəyirəm ki, təzə məktəb tikilsin, təzə tualetimiz olsun, əl yumağa yerimiz olsun və sanitariya, gigiyena qaydalarına riayət edək. Layihə çərçivəsində ümumilikdə Ağdaş, Ağcabədi və Beyləqan rayonlarının 27 şəhər məktəbində bu cür tədbirlərin keçirilməsi planlaşdırılır. Şahin Qurbanzadə, Elçin Baxşalızadə, Ramin Ələsgərov, Ağdaş.